Salam hörmətli tamaşaçılar, növbəti 4-cü podkastımızda hər birinizi xoş gördük. Bugünkü podkastımızda Dubay şəhərindən yayımlanır. Yəni bu hal-hazırda studiyamız Dubay şəhərindədir və XM Dubay ofisindən biz sizi salamlayırıq. Bugün bizim qonağımız Azərbaycanda gənclər arasında xüsusən çox məşhur olan Cabbar Ekom Soldier'dır. Əvvəla Cabbar bəy təşəkkür edirəm həm podkastımızda iştirak eləmək üçün razılıq verdiyinizə görə təşəkkür edirəm və həmçinin bizimlə bərabər Dubaya səyahət etdiyinizə görə təşəkkür edirəm. Ümid edirəm vaxtınızı gözəl keçirirsiniz. Və əslində bizə yazılırdı, bizə deyilirdi, biz bilirdik ki, sizinlə belə deyək, sizin iştirakınızla bir podkastı görmək istəyirlər və qismət bu gün imiş. Çox təəssüf edirəm ki, əslində bir qısıtlı vaxtımız olacaq, təxminən bir yarım saat vaxtımız var, amma ümid edirəm ki, belə məzmunlu və maraqlı bir söhbət olacaq. Okay. Təşəkkür edirəm bir daha. Keçək birbaşa suallara. Məncə mən də deyim, çox sağ olun dəvətinizə görə təşəkkürlərimi bildirirəm mən də. Çox sağ olun. Gəldiyimiz gündən bəri, yəni dayanmadan ora gedirik, bura gedirik. Hər şey yəni belə necə deyim, çox gözəl və çox belə səmərəli keçiririk vaxtımızı. Çox sağ olun. Gələn digər traderlərlə də tanış olmuşuq burada. Hərədən onlar məsələn bizdə nə söylənir, biz orada nə söylənirik. Yəni bu connection çox super bir şey oldu. Bəli, bizim də məqsədimiz bu network qurmaqdır, bu əlaqələrini yaratmaqdır. İzləyicilərimiz üçün də deyim, biz hal-hazırda Dubayda Trader Connect layihəsindəyik və Mərkəzi Asiyadan olan XM traderlərinin bir-birlərlə tanış olması üçün, bir-birlərini tanımaları üçün belə bir layihə hazırlamışıq. Özbəkistandan, Qazaxıstandan, Monqolistandan və Azərbaycandan traderlər hal-hazırda burada bizimlə bərabər həm öyrənirlər, həm istirahət edirlər, həm belə çəkilişlər eləyirik və vaxtımızı çalışırıq ki, səmərəli keçirək. Keçək mövzulara, keçiş suallarımıza. Çünki bizim izləyicilərimiz tərəfindən davamlı olaraq suallar gəlir. Deməli, yazırlar bizə. Ən çox yazılan mövzulardan biri sözün açığı texniki analiz və fundamental analiz barədədir. Biz bunlar barədə əvvəlki podkastlarımızda da danışmışıq bir çox ekspertlər tərəfindən. Həm texniki analiz, həm fundamental analizin belə deyək, haqqında danışmışıq, amma çox tələb olunan bir sual olduğuna görə mən istəyirəm sizdən də bunu danışaq. Ümumiyyətlə texniki analizin nə olduğu, sizə görə ümumiyyətlə texniki analizin əsas məqamları nələrdir? Nələr diqqət olunmalıdır texniki analiz? Texniki analiz qrafikdə köhnə datalara görə yəni sizin növbəti hərəkətlərin hansı tərəfə gedəcəyini dəyərləndirmək üçün olan bir üsuldur. Məsələn, deyək ki, siz keçmiş datalara baxanda görürsünüz ki, qiymət buradan dönməsi var. Deməli, məsələn, siz oradan bura giriş eləyə bilərsiniz və yaxud stop lossunuzu ora qoya bilərsiniz. Texniki analiz o qədər vacib bir şeydir ki, yəni bu sizin məsələn həm take profitinizi, həm də stop loss nöqtənizi bəlli elədiyinə görə trade zamanında emosiyanızı yəni idarə etməyinizə də kömək eləyir. Məsələn, siz texniki analiz eləməsəz, atıram buy və yaxud sell girsəz bir hansısa cütlüyə, siz onun buy, yəni stop loss nöqtəsini bilməsəz, take profit nöqtəsini bilməsəz, köhnə datalara uyğun çox emosional bir trade keçirəcəksiniz və belə də hesabınız yəni əlinizdən çıxa bilər, bir xeyli ziyanlar edə bilərsiniz. Bəli, kapitalınızı itirə bilərsiniz. Ona görə texniki analizdə hər kəsə məsləhət görürəm ki, müəyyən bir patternlar var ki, onları öyrənməlidirlər. İndi növbəti danışığımızda inşallah ki, bunların da hamısını deyərəm. Yəni siz əgər başqa sualınız yoxsa davam edeyim. Davam edin. Yəni bizə maraqlıdır yəni. Biz məsələn patternlar hansılardır məsəl üçün? Bu patternlar deyim mən ən çox uşaqlarla işlədiyim var. Məsələn mənim özümün qrupum var, channel'ım var Telegramda. Bu qrupda mən gündəlik siqnallar verirəm. Hardasa deyim belə 90%lik win rate'imiz var. Və hər win rate'dən sonra, hər məsələn siqnaldan sonra biz bura nə üçün girmişdik, hansı səbəbdən girmişdik? Mən onu uşaqlara bacardığım qədər izah eləyirəm. Bu arada mən kurs keçmirəm, sadəcə uşaqlara əlimdən gəldiyi qədər köməklik eləməyə çalışıram ki, pul qazansınlar. Şükür Allaha ki, hər kəs razıdır, hər kəs qazanc eləyir və bu davam eləyəcək XM sayəsində XM broker ilə hər birimiz qoşulmuşuq bu trade-ə. Nəysə, keçək yəni texniki analiz məsələlərinə. Texniki analiz məsələlərində də biz ən çox giriş eləmək səbəblərimiz məsələn, ən çox biz support ssenar işləyirik, support resistance işləyirik.
Məsələn, orada biz bəzi patternlar var. Məsələn, RSS var, SRR var. Məsələn, biz bunların hər birini məsələn gözləyirik. Həmin görürük ki, belə bir setup var burada. Oradan o zaman giriş edirik. X setupımız var, engulfing patternlərimiz var. Bundan əlavə məsələn CBR-ımız var, RBS-imiz var. Hansı ki, bunların açıqlamalarını da sizə bir izah edeyim. CBR məsələn support became resistance deməkdir. Yəni dəstək dirəncə çevrilir. Dəstək dirəncə çevrilən zaman biz sell giririk. Çünki artıq qırılma var burada. Əksi olanda amma RBS-dir. RBS-də isə resistance became supportdur. Yəni dirənc dəstəyə çevrilir. Belə elə biz buradan baya giririk. Yəni bizim hər birimiz astığımız əməliyyatda səbəbimiz var. Səbəb olmadan heç vaxt giriş eləmirik. Bunu uşaqlar da bilir. Bir neçə dəfə olub ki, məsələn, günə başlamışıq. Günün sonuncu saatına qədər qrafik bizə girişə icazə vermir, bizə giriş eləməmişik. Yəni səbəb olmadan giriş eləmirik, belə deyim. Əslində burada həm də çox sözünüzü kəsirəm, çünki səbəb olmadan giriş eləmirik olduqca belə deyək, can alıcı bir önəmli bir məqamdır. Bunu mən izləyicilərimizə biz hər dəfə deyirik. Təkrar edirik. Baxın, indi də siz baxdığınız videonun altında bu yazı var. Yəni bu belə deyək, kapitalınız risk altındadır. Şərtlər tətbiq olunur, qaydalar tətbiq olunur. Yəni kör-köranə yatırım eləyib ticarət eləmək olmaz. Nəyəsə öyrənməlisiniz, nələrisə test eləməlisiniz. Bizdə demo hesablar mövcuddur XM-də. Həmin demo hesablardan deməli istifadə edərək müəyyən bir praktika keçə bilərsiniz və paralelində də öz maliyyə savadlığınızı artıra bilərsiniz. Necə ki Ecom Soldier dedi. Bizə maraqlı olan bir nədir bu? Siz dediniz ki, belə deyək də, əgər qrafik imkan vermirsə bizə, biz giriş eləmirik. Burada bir psixoloji bir məqam var da və izləyicilərimizə onu necə aşılaya bilərik ki, bu psixoloji bariyeri keçsinlər, yəni ora ilişib qalmasınlar. Yəni dərhal səbirsizlik eləyib, bir növ tələskənlik eləyib, dərhal əməliyyat açmasınlar, qrafiki gözləsinlər. Bunu necə öyrənmək olar? Belə mən elədiyimi məsləhət görəcəm, nə edirəm və uşaqlar da nə məsləhət görürəm? PO orderlər qoysunlar, yəni pending orderslər. Məsələn, deyək ki, sizin üçün gələcəkdə qrafikdə görürsünüz ki, hansısa bir setup, məsələn, deyək ki, X setup var. X setup həqiqətən də yəni X olaraq demirəm. Həqiqətən də belə bir setup var. Məsələn, trend line-ların kəsişməsi X yaradır belə və biz oradan giriş eləyirik. Məsələn, görürsən ki, sən X setup'ın uca yaranıb, indi isə reversal bir şey olacaq, yəni geri qayıdacaq. O zaman siz o hissəyə oradan pending orderlər qoya bilərsiniz. Məsələn, pending order nədir? Onu da deyək. Pending order yəni gözləyən sifariş deyilir. Məsələn, deyək ki, siz ora sell limit qoya biləcəksiniz. Yəni əgər X setup'ın altındadsa qrafik, o zaman sell limit qoyacaqsınız. Əgər üstündədirsə buy limit qoyacaqsınız. Məsələn, yəni ki, hələ o qrafikdə, həmən belə deyək də, qrafikə görə o müəyyən həddə gəlib çatmayıb. Bəli. Biz düşünürük ki, ora çata bilər. Əvvəlcədən proqnozlaşdıraraq, əvvəlcədən o əməliyyatın o momentdə sistem tərəfindən avtomatik açılması üçün müəyyən bir limit qoyuruq. Əgər o limiti vursa, avtomatik açılacaq və sizin ticarətiniz başlamış olacaq, əməliyyatınız başlamış olacaq. Beləliklə siz əgər bu dediyimi pending orderləri qoysaz, stop losslarınızı bəlirləsəniz ki, dediyim datalara görə ki, köhnə datalar nədir? Hardan ki stop loss qoymalısınız, hardan ki take profit qoymalısınız. Artıq siz ekrana baxanda başa düşəcəksiniz ki, tez girməyin heç bir adı yoxdur yəni. Gözləmək lazımdır. Sənin pending orderin var. Sən gözlə. Sənin üçün də önəmli olan nədir? Profit deyil. Profitində üçündə bir səbəb lazım idi girişə. Okay, sənin girişinin səbəbi budursa əgər, deməli səbəbə qədər gözləməlisən. Giriş bazar sənə giriş vermirsə girmə. Yəni bu qədər sadədir. Çox gözəl, çox gözəl. Məncə çox vacib bir mesaj ötürdük buradan biz izləyicilərimizə. Sadəcə əgər bir məqsədiniz varsa, trade öyrənmək istəyirsinizsə, mən dediyim bu patternləri bir-bir yazın qırağa və girin həmin o patternləri YouTube-da öyrəndikdən sonra girin məsələn TradingView-da back testlər eləyin. Hər gün back testlər eləyin. Məsələn götürün replay eləyin qrafiki 1 il bundan öncəyə qədər və ondan sonra dediyim bu patternləri nələr ki öyrənmisiniz, hansı ki strategiyalar öyrənmisiniz, hər birini test eləyin. İnanın mənə, müəyyən bir zamandan sonra 100% də olmasa ən azından 90-95% win rate-iniz olacaq. Mən sizə söz verirəm. Mən özüm scalpla məşğulam, yəni scalp edirəm, uzun müddətli trade eləmirəm. Buna səbəb də son zamanlarda olan bu ağır xəbərlər, volatillik çox artır. Ona görə yenə deyim, elə bizdə ümid edirəm ki, yəqin mövzulardan volatillik də var. Bəli, əlbəttə. O mövzu haqqında danışım. Yəni volatillikdən necə qaçınmaq olar? Yəni onu izah edeyim. Ən yaxşısı volatillikdən qaçınmaq scalp eləməkdir. Yəni gördünüz ki, xəbər vaxtıdır. Ya mən sizin sözünüzü kəsirəm. Birinci izah edeyim. Volatillik nədir? Çünki biz belə deyək də terminoloji olaraq bizi izləyənlərin içində hamısı
anlamırlar. Çünki bilmirlər. Okay. Yeni başlayanlardılar. Onların ümumiyyətlə xəbərləri yoxdur və podkastlarımızı belə deyək də ardıcıllıqla hazırlamağa çalışırıq. Və bizə lazımdır ki, bu bir bütün bu anlayışların hamısını yavaş-yavaş insanlarımıza belə deyək çatdıraq. Volatillik nədir? Əvvəlcə ondan başlayaq. Volatillik bir anda bazarda həcmin çoxalmasına, yəni qısa bir zamanda bazarın çox sürətli oynamasına deyilir. Məsələn, dalğalanmasına deyilir. Bu bəzən volatillik həm yüksək volatillik var, həm də az volatillik var. Yüksək volatillikdən necə qaçınmaq lazımdır onu deyim. Mütləq və mütləq stop loss'unuz bir bəlirləməlisiniz ki, mənim stop loss'um haradır. Əgər siz stop loss'suz volatil bir bazarda trade eləməyə başlasanız, inanın ki, günün sonunda heç yaxşı olmayacaq. Ona görə məsləhətim odur ki, volatillikdən iki cür qaçınmaq olar. Ya ümumiyyətlə bazarı sadəcə seyr elə, ya da girirsənsə də ki, normal olaraq, yəni bazarın hərəkətinə uyğun sən də öz strategiyanı qur. Məsələn, çox sərt strategiyan olmalıdır. Stop loss'un bəlirləndi burada, vəsə. Sən əgər orada bitirdinsə, deməli bitdi sənin üçün trade. Yəni əlavə bir stop loss'umu uzadın və yaxud belə. Deməli sən əgər dediyim bu strategiyan, məsələn, sənin o planın, səbəbin yoxdursa girişə, səbəbin artıq əgər qırılıbsa, volatil bazarda trade eləməyin heç bir mənası yoxdur. Yəni volatil bazarda belə çıxır ki, əslində trade eləmək həm həddən artıq risklidir, həm də həddən artıq profitli ola bilər. Yoxsa daha çox risklidir. Bunun ikinci cürü də var. Yaxşı treyderlər üçün volatil bazar fürsətdir. Təzə başlayan treyderlər üçün bu risklidir. Belə deyim. Hə, yəni biraz təcrübəniz olmalıdır ən azından volatillik. Yəni bu bir növ əslində belə deyək də surfingə də bənzəyir. Yəni surfing təzə başlayanlar adətən daha nisbətən belə deyək də aşağı dalğalı və yaxud da belə sakit yerlərdə daha çox öyrənməyə çalışırlar, o balansı saxlamaqdan ötürü, amma müəyyən müddətdən sonra, müəyyən təcrübə əldə edəndən sonra artıq daha böyük dalğalar gələndə, elə eyni dalğa kimi desək bunu, daha böyük dalğalar gələndə artıq daha professional şəkildə həmin dalğalarda surf eləmək mümkündür. Və eyni şeyi də biz belə deyək də tradingə deyə bilərik, tətbiq eləyə bilərik. Ümumiyyətlə bu strategiyaların, bu danışdıq bazardakı volatillikdəki bu strategiyaların uyğun olması. Strategiyaya özünün qurduğu strategiyaya insanın sadiq qalması vacibdir. Belə çıxır ki, volatillikdə. Ümumiyyətlə bu strategiyaların müəyyən olunması üçün də xüsusən də volatillik dövründə necə məsəl üçün nələr tövsiyə görərdiniz? Bu strategiyalarda nələrə diqqət eləməlidirlər? Həm təzə başlayanlar, həm də artıq müəyyən təcrübəsi olanlar. Okay, volatillik bazarda ən çox sessiyaya görə dəyişir. Ən güclü volatillik Amerika sessiyasında olur. Amerika sessiyasında da olmağına səbəb odur ki, xəbər sonrası başlayır dalğalanmalar. Xəbərlərdə də ən güclü xəbərlərdən FOM xəbərlər var. Nə bilim CPI-lər var, NFP-lər var. Yəni belə deyim, siz bu xəbərləri əvvəlcədən analiz eləyə bilərsiniz, amma dəqiq heç vaxtı, yəni buna qərar verə bilməzsiniz ki, məsələn, mən NFP faizləri bu qədər olacaq, məsələn, bu cür giriş eləyəcəm. Siz eyni zamanda bu fundamental analiz sayılır. Siz fundamental analizlə texniki analizi birləşdirməlisiniz eyni zamanda. Məsələn, fundamental analiziniz deyək ki, məsələn, faizlər açıqlandı, deyək ki, hər şey dolların xeyrinədir. Eyni zamanda siz texniki analizdən köhnə datalara baxıb dəstək direncinizi qoyun ki, ona uyğun fikirlə və bu iki nüansları birləşdirin. Sonra özünüz üçün xəritə çəkin, mappinginiz olsun. Hər gün ümumiyyətlə səhər duranda, əgər tradersinizsə, hər gün səhər duranda sizin bir dənə trade mappinginiz olmalıdır. Nədir? Mapping nədir? Mapping yəni xəritəniz olmalıdır. Məsələn, səhər durdun, 4 saatlıq qrafika qoydun, dəstəyi qoydun, direncivi qoydun, ortada qırılmaları qoydun. Qərar nöqtəvi qoyursan ki, məsələn, bu qərar nöqtəsini əgər buradan qırılarsa, mən üzü yuxarı scalp eləyəcəm buy. Yəni əvvən bura qırılarsa, mən selə işləyəcəm gün ərzində. Sənin gün ərzində bir məqsədin olmalı, yəni belə. Başa düşdüm sizi. Çox təşəkkür edirəm. Əslində çox vacib bir məqama toxunduq. Həm scalpingdən danışdıq, həm mappingdən danışdıq, həm texniki analizdən, həm volatillikdən, hər şeydən. Bunlar olduqca vacib məqamlardır. Mən istəyirəm bizim izləyicilərimizə də deyim, təkrar edirəm. Əgər yeni başlayan tradersinizsə, demək XM-də demo hesablar mövcuddur. Demo hesablarda siz trading eləyərək sistemi test edə bilərsiniz. Həmçinin yeni başlayansınızsa və XM-də birinci dəfədir qeydiyyatdan keçirsinizsə, XM-in təklif elədiyi depozitsiz bonuslardan istifadə edə bilərsiniz. $30 XM sizə təklif eləyir. Siz həmin $30 ticarət eləyib müəyyən bir profit qazansanız, şərtlərə uyğun formada həmən profiti qazansanız, o çıxarış eləyə bilirsiniz. Yəni qazancınız sizindir. $30 oradan çıxılır və yerdə qalan nə qazanmısınızsa sizin belə deyək, mənfəətiniz sayılır.
və ya onu yenidən öz ticarətinizə yönəldib deməli trading eləyə bilərsiniz. Və bunları təbii ki, təkrar eləyirəm. XM-in təklif elədiyi, XM-in ortaya qoyduğu çox vacib deməli qaydalar var və o qaydalara əməl eləyərək bunu həyata keçirməlisiniz. Mən istəyərdim biz keçək növbəti mövzumuza. Ümumiyyətlə biz bayaqdan danışdıq, siz Trumpın adını qeyd elədiniz, Amerikanın prezidentidir, sonra Amerikadan gələn xəbərlərdən danışdınız. Mən istəyirəm biraz bunlardan danışaq. Ümumiyyətlə bu qlobal hadisələrdir, sonra geopolitik, geosiyasi gərginliklərdir, dövlətlərarası münasibətlərdir, iqtisadi, siyasi, hərbi münaqişələr ola bilər. Bunlar bazara real təsir eləyir. Yəni bu doğrudan həqiqətən belədir. Çünki mən belə bilirəm biraz primitivdir. Bunu mən keçən podkastda da demişdim. Çox primitiv bir nümunədir, amma biz uşaqlıqdan belə eşidirik də ki, müharibə varsa qızılın qiyməti qalxacaq, neftin qiyməti qalxacaq falan belə bir söhbətlər var da. Biz bilirik ki, bu əslində müəyyən bir mənada bir belə deyək, eyni bu formada qlobal hadisələrin bazara təsiri barədə olan bir xəbərdir. Təkrar edirəm, bu heç bir deməli maliyyə məsləhəti deyil. Yəni gəlib qızıl neft almaq, yəni biz məsləhət vermirik, sadəcə danışırıq. Nə qədər təsir edir? Bu doğrudan təsir edirmi? Bəli, 100% təsir edir. Nəyə görə? Qızıl dollarla tərs mütənasib olduğuna görə, məsələn deyək ki, hər hansı bir müharibədə dollar dəyər itirə bilər və eyni zamanda da məsələn dollara yatırım edən insanlar daha çox güvənli limanlara yatırım etməyi düşünürlər və beləliklə bütün dollarlarını gəlib qızıla yatırım edirlər. Ki mənim üçün qızıl daha çox güvən verir. Bu yəni 2000 nə bilim bir neçə illər belə öncədən belə qızıl ancaq dəyər qazana gedir də. Yəni bunun o tərəfi ola bilməz ki, qızıl ancaq üz aşağı getsin və heç vaxt da geri dönüş eləməsin. Ona görə hər kəs yatırımını qızıla uyğun eləyir. Yəni müharibə zamanı dolların hər gün dəyər itirmə riskləri olduğuna görə insanlar da fikirləşir ki, mənim pulum ən yaxşısı elə güvənli limanda qalsın, dollarda qalsın. Hətta bitcoinçilər belə, kriptoçular belə o zaman görürlər ki, vəziyyət belədir, məcburən götürürlər bütün pullarını elə qızıla yatırım edirlər. Zaten biz də bütün tələbələrlə biri, tələbələr deməyim, izləyicilərlə bir yerdə ancaq qızıl trade eləyirik. Çünki qızıl bizə görə ən güvənli limandır və yəni başqa alətlərdə trade eləmirsiniz. Əsasən qızıl üzərindən. Ancaq qızıl üzərindən trade eləyirik. Aramızda scalp eləyənlərimiz də var. Ümumiyyətlə long term eləyənlər də var, yatırım məqsədli eləyənlər də var. Şükür Allaha ki, yəni indiyə qədər win rate-imiz də əladır. Bu arada bizim komandamız da, yəni komanda deməyim, yenə deyim, izləyicilərimizlə Telegram kanalımızda olan uşaqlara bir dənə strategiya öyrətmişəm. Bu strategiyanın adını qoymuşam La Casa de Papel. Aha, yəni uşaqlara deyəndə ki, məsələn qrafika baxırıq, deyirik ki, uşaqlar burada grafikdə La Casa de Papel yaranıb, davay giririk. Bu nədir? Gəlin sizə onu ümumi də izah eləyim. Kimsə əgər bizim qrupda yoxdursa, getsin baxsın. Yəni 100% desəm yalançı olaram, amma 95% win rate var bunun. Yəni bunu mən sizə verirəm. Sadəcə bunu heç bir trader inanmıram ki, belə yəni rahatlıqla desin, amma mən deyirəm çünki mənim izləyicilərim belə bilir ki, yəni amma biz təkrar eləməliyik bunu, çünki bu qanunla da biz deməliyik bunu. Bu yatırım tövsiyəsi deyil. Yəni xahiş edirik ki, təkrar edirik. Risklər var, ehtiyatlı olun və özünüz qərar verin. Buyurun. Təhsil məqsədlidir zaten. Təbii ki. Sabah üçün əgər inşallah onlar da belə bir podkastda getdiklərində, məsələn, belə bir mövzuların haqqında danışanda desinlər ki, məsələn, YouTube-dan yox, bunu Zabbardan öyrənmişəm məsələn. Yəni mənim üçün xoş olar. Ona görə çalışıram ki, hər kəsə köməklik eləyim. Yəni bu bir pul qarşılığında deyil. Sadəcə bir dost kimi, qardaş kimi hər kəsə bunu izah edərmişəm. İndən sonra da indi opsiya deyirəm, ya hər kəs də back testlərini eləsin. Özü qərar versin. Özü qərar versin. Yatırım məsləhəti deyil. Sadəcə təlim məqsədi. Bəli, zaten back testdə hər hansı bir order açmayacaq. Team Trading View-da girəcək, məsələn, qrafik çəkəcək. Gedin qızıl hal-hazırda $3200 dəyərindən də artıq yuxarıdadır. All time high elə gedir. Mən sizə deyirəm ki, gedin qızılın $2000 olan vaxtlarına belə mən bu dediyimi eləyin. Ta ki $3200 olana qədər. Artısa 100 dənə orderdən ən azı 95-98 dənəsi, yəni tepə bizə dəyəcəkdir. Yəni. Nədir bu La Casa de Papel? La Casa de Papel'in deməli Morningstar və Evening Star deyilən bir pattern var. Bir çoxlarınız bilirsiniz zaten Morningstar necə olur, Evening Star necə olur. Bilməyənlər də zaten Google-a yazsınlar, baxsınlar. Əgər Morningstar görürsünüzsə, məsələn Morningstar nədir? Bir dənə uzun yaşıl bearish qırmızı şam olduqdan sonra əgər 2 dənə yaşıl bullish şam bağlayırsa, siz stop lossunuzu qırmızı, yəni bearish şamın altından qoyursunuz
və take profitinizdə qoyursunuz ikinci bullish şamdan 20 pips yuxarı. Okay. 90%-lərdə bu tepe olur. Yəni hətta bu bəzən elə olur ki, 3-cü şam yaşla keçir. Yəni 20 pips qalxmamışdan əvvəl biraz reverse eləyir, ondan sonra qalxır və biz də orada scalp eləyirik. Belə çox profit eləyirik, yəni dəyişir. Hər kəsə məsləhət görərəm ki, bunun backtestlərini eləsin, öyrənsin. Eyni zamanda Morningstarın tərsi də Evening Stardır. Yəni sell üçün də bu dediyimi tərsinəsinə istifadə edə bilər. Məsələn, buy isə yəni tərsinə biləndə. Başa düşdüm. Yəni ilk qrafiki belə başa çevirə bilərəm. Okay, başa düşdüm. Eynən belə. Okay, təşəkkür edirəm. Bir daha təkrar edirəm. Bizim xidmətlərimiz özündə risk ehtiva eləyir. Qərarı özünüz verirsiniz. Xahiş edirik ki, test etməkdən qabaq, yəni belə deyək də, tətbiq etməzdən qabaq sınayasınız, baxasınız və ancaq ondan sonra qərarınızı verəsiniz. Mən istəyirdim sonuncu sualımıza keçim. Əslində çox maraqlı söhbətimiz gedir. Mən heç istəməzdim ki, bunu belə bu qədər qısa tutaq, amma vaxtımız da təbii ki məhduddur. Ümumiyyətlə trend izləmə var. Trend izləmə deyə bir anlayış var. Bu trend izləmədə və deməli bu düzəlişlərin tanınmasında hansı üsullar mövcuddur? Necə bir oxumaq olar trendi? Trendlər iki cür olur, uptrend, downtrend. Məsələn, siz downtrendi üzü yuxarıdan aşağı çəkirsiniz, bütün çökəkləri məsələn götürürsünüz ki, bu üzü aşağı gedən trenddir. Uptrend də tərsinəsidir. Bir dənə də TB var. TB-də nədir? Trendline breakout var. Məsələn, deyək ki, siz trend line'ı çəkdiniz, gördünüz ki, breakout var. Okay, yəni yenə təzədən retest gözləyib. Trend line nədir, breakout nədir? Bunları da deyə bilərəm. Trend line bir qrafikin məsələn üzünün ha tərəfə getdiyini göstərir də məsələn. Siz də oradan trend line xəttini qoyursunuz. Qoyduqdan sonra əgər şam həmin o xətti qırarsa, deməli orada trend line breakout yaranır, yəni TB. Və bu trend line breakout-unu yaratmağı da sizə bir səbəb kimi verir ki, sonra giriş eləyək. İndikatorlardan kənar ümumiyyətlə qrafik üzərində necə oxumaq mümkündür bunu? Sırf nəyi? Trendin özünü. Trend xəttini. Bəli. Məsələn, son 4 saatlıqda baxa bilərsiniz ki, son 4 saat, məsələn 4 saatlıq şamlar ən son zaman məsələn hansı dirəncdən geri dönüş eləyib, hansı dəstəkdən qalxıb. Yəni məsələn bu əgər dirəncə dəyib üz aşağı gedibsə, deməli bu downtrenddədir. Əgər aşağı dəstəkdən üz yuxarı gedirsə, deməli bu uptrenddədir. Heç vaxt 1 dəqiqəlik şamlarla, 1 dəqiqəlik qrafiklə, hətta 10, yəni 15 dəqiqəlikdə olsa belə trendin nə olduğuna qərar verməyin. Mütləq birinci 4 saatlıqda açılmalıdır, trendlər çəkilməlidir, dəstək dirənclər qurulmalıdır. Ondan sonra siz 15 dəqiqəlikdə, ya nə bilim 5 dəqiqəlikdə belə bir riskli ola bilər. Üzr istəyirəm. Scalp eləyə bilərsiniz. Bizim işimiz scalpdır. Yəni hal-hazırda da bazar elə vəziyyətdədir ki, tam bizim vaxtımızdır. Yəni scalp eləyirik ancaq. Hər kəsə də məsləhət görərəm, amma əlbəttə ki, riskə idarə etməsi düzgün olmaq şərti ilə. Təşəkkür edirəm. Çox maraqlı söhbət alındı. Mən izləyicilərimizə də istəyərdim ki, müraciət edeyim. Əgər siz qeydiyyatdan keçmək istəyirsinizsə, elə indi vaxtıdır. Link var aşağıda həm qeydiyyatdan keçmək üçün, həm də bizim XM-in Azərbaycan üzrə Telegram kanalı mövcuddur. Həmən kanala da abunə olmanızı rica edirəm. Bu videonu da xahiş edirəm ki, bütün bu tradinglə maraqlanan, bu qrafiklərlə maraqlanan, istənilən deməli şəxsə yönəldəsiz. Təlim məqsədli təbii ki, qoy baxsınlar, öyrənsinlər. Comsoldier, təşəkkür edirəm. Bir daha gəldiyinizə görə sizi Dubayda qonaq etməkdən çox məmnunluq duyuruq və ümid edirəm ki, inşallah bu bizim yeganə podkastımız olmaz. İnşallah Bakıya qayıdandan sonra da gələcəkdə bir neçə belə podkastda birlikdə görüşərik və izləyicilərimizi maarifləndirərik, belə deyək, ən azından. Biraz ağır sözdür, amma ən azından bir şeylər öyrətməyə çalışırıq. Əlimizdən gələni eləyirik. Təbii ki, əlimizdən gələni. Zaten qeyd eləmişik, nə söz eləməyə hazırıq. Yəni, bunun üçün bizə hər hansısa bir kurs ödənişi falan ehtiyac yoxdur. Kim nə istəyirsə, məsələn, mənim Telegram kanalıma yazsın. Əlimdən gələn qədər hər kəsə kömək eləməyə hazıram. Bu qədər. Təşəkkür edirəm. Bir daha çox sağ olun. Hər birinizə təşəkkür edirəm izlədiyinizə görə.